Əziz və dəyərli sahibkarlar, biz hər cür layihələr keçirdirik ki, yerli sahibkarlar inkişaf eləsinlər. Bugün də maraqlı və fərqli bir təşəbbüslə bağlı sizi dəvət eləmişik. Biz əminik ki, sizin məhsullarınız dünya səviyyəsindən geri qalmır. Əlbəttə. Amma bizim bu alıcılar ki var, hər şeydən narazılıq eləyirlər. Görürsən ki, bizim yerli məhsullara belə dodaq büzürlər. Amma bizim zavodun istehsal elədiyi kalbasalar, sosiskalar, ət konservaları, ümumiyyətlə bütün məhsullarımız son dövrdə keyfiyyətinə görə mən deyərdim ki, dünya standartları səviyyəsindədir. Bəli, bizim kalbasalar. Bəs bizim sərinləşdirici içkilərimiz, mən xaricdə 50 yerdə olmuşam. Heç yerdə bizim limonadlardan yoxdur. Bax, sizin sözünüzə qüvvət olsun. Bizim də istehsal etdiyimiz süd məhsullarımız pendiridir, qatıqıdır, qaymağıdır. Hamısı mən deyərdim ki, Avropa standartlarına uyğundur. Çox gözəl, buna biz heç şübhəmiz də yoxdur. Amma bugün yeni bir eksperiment eləyəcəyik. Ay, xoşum gəlir, xoş deyirəm eksperimentləri. Bu da sizin məhsullarınız. Siz bir ay ərzində öz məhsullarınızla qidalanacaqsınız. Mediada da bu davam eləyəcək. Reklam xarakteri üçün. Buyurun. Bilirsiniz, mən əvvəllər limonad içərdim. Amma sonra şəkərim qalxdı, həkim icazə vermədi. Mən yalnız isti su içirəm və bu layihədən imtina etməli oluram. Sizin sözünüzə qüvvət yenə də mən də özüm süd məhsullarını çox sevirəm. Hətta bir neçə istehsal etdiyimiz pendirlərin də müəllifi mən özüməm. Amma və lakin son zamanlar belə gənc olmağıma baxmayın, mədə-altı vəznim də biraz problem. Həkim deyib qətiyyən ağatı dilinizə belə dəyməsin. Düz deyir, qəti qadağandır, olmaz. Yalnız soya falan. Bilirsiniz, mən kalbasa sosiskaları çox sevirəm. Amma 2 ildir ki, qaraciyərimdə problemim var. Ona görə də mənə icazə vermirlər. Mən ancaq qaynadılmış ət yeyirəm, o da gərək yağsız olsun. Bəli. Yaxında yuxuda gördüm ki, hava əlimdə kalbasa qızartıram. Üstünə yumurta çırpıb başladım onu yeməyə. Şişirmədən. Elə mən də yuxudan oyananda şişdim. Ona görə də pəhriz dedim, gedər öz işini dalayacaq. Getdim soyuducuya tərəf qapısını açdım. Alman sosislərini götürdüm. Alman deyəndə ki, öz istehsalımızdır ya. Alman texnologiyasıyla onları hazırlamışıq. Elə adını da elə qoymuşam ki, Alman olsun. Eybi yoxdur, nə olar ki? Bilirsiniz, bizim işimiz belədir. Hətta o istehsal elədiyimiz, həsrətini çəkdiyimiz o məhsulları özümüz yeyə bilmirik. Alıcıları fikirləşirik, alıcılar üçün istehsal edirik. Hamıya nuş olsun. Şeydə bir də bu gözəl sözlər lazım deyil. Məsələ ondadır ki, bu layihə vacib deyil, biz bunu keçirdik. Bir də baxım görüm deyəm, layihənin təfərrüatı ilə mən sizi tanış edeyim ki, bu layihə reallaşsın. Vay. Hamı qaçdı. İndi ki, belə oldu. Sizin yerli məhsullarımız hamıza quş olsun.